Milli Məclisin İnsan Hüquqları, Ailə, Qadın və Uşaq məsələləri, eləcə də Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclasında informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif olunan dəyişikliklər müzakirə olunub. Layihəyə əsasən 16 yaşı tamam olmayan şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında şəxsi hesab açmasına icazə verilməməsi təklif edilir. Məsələ ilə bağlı Baku Plus Aza danışan psixoloq Gülnar Orucova bildirib ki, sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi müsbət addım sayıla bilər. Onun sözlərinə görə bu prosesdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Psixoloq qeyd edib ki, hazırda uşaqlar üçün sosial şəbəkələrdə hesab yaratmaq çətin deyil və buna görə də valideyn nəzarəti xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, bəzi valideynlər uşaqları hələ kiçik yaşlarından telefon alışdırır, hətta yemək yeməkləri üçün onlara telefon verirlər. Nəticədə bu vərdiş zamanla asılılığa çevrilə bilər. Gülnar Orucovanın sözlərinə görə valideynlər telefon verməklə övladlarını təhlükədən qoruduqlarını düşünsələr də, əslində onları fərqli risklərlə üz-üzə qoyurlar. Əgər əvvəllər təhlükələr küçələrdə idisə, indi həmin təhlükələrin bir hissəsi telefonların içindədir. Psixoloq hesab edir ki, yaş məhdudiyyəti ilə bağlı qaydalara əməl olunarsa, uşaqların zərərli və yaşlarına uyğun olmayan məzmunlara çıxışını müəyyən qədər məhdudlaşdırmaq mümkün olacaq. O bildirib ki, sosial şəbəkələrdə həm müsbət, həm də mənfi nümunələr mövcuddur. Ekspert məktəblərdə də telefon istifadəsinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, telefon uşaqlar üçün yalnız əyləncə vasitəsi deyil, həm də təhsil və inkişaf məqsədi ilə istifadə oluna biləcək bir vasitədir. Lakin bunun üçün düzgün istiqamətləndirmə aparılmalıdır. Gülnar Orucova sonda qeyd edib ki, sosial şəbəkələrin ünsiyyət və sosiallaşma baxımından müsbət tərəfləri olsa da, uşaqların təhlükəsizliyi naminə müəyyən yaş məhdudiyyətlərinin tətbiqi vacibdir. Bununla yanaşı valideynlərin maarifləndirilməsi istiqamətində də daha geniş tədbirlərin görülməsinə ehtiyacı var.